Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Müsalov. Bildiyiniz kimi bugün 30 may tarixində ARTİ tərəfindən sınaq imtahanı təşkil olunub və bu sınaq imtahanı məhz sertifikasiya müəllimləri üçün nəzərdə tutulub. Ona görə müxtəlif ixtisasların metodika üzrə olan suallarını mən bugün sizə izah edəcəm. Hazırki videomuzda coğrafiyaya aid olan metodika suallarını, izahını indi sizə mən təqdim edəcəm. Başlayırıq birinci sualımızdan. Siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri soruşur: "Müəllim, bəs niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm də daşqınlar baş verir? Bu necə baş verir?" Siz bu sualdan istifadə edərək dərsi daha maraqlı və şagirdlərin düşünməsini təşviq edən şəkildə davam etdirirsiniz. Aşağıdakı yanaşmalardan hansı sizin metodiki bacarıqlarınızı daha dolğun nümayiş etdirər? Müəllimlər, bu tip suallarda hər hansısa bir variant sizə məntiqli gələ bilər. Bəlkə də elə bütün variantlar sizə məntiqli gələ bilər. Bizə lazımdır ki, ən yaxşısını, ən effektiv olanını götürək. Baxın, metodiki bacarıqlara aid olan olsun. Yəni burada adi aşağı təfəkkür səviyyəsinə yönələn tapşırıqlar verilməsin. Yəni müəllimin fasilitatorluğunu, izah qabiliyyətini, sinifin idarəsini göstərən bacarıqlardan söhbət gedir. Birinci fikrə baxırıq. Qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimat hazırlayıb izah edərək sualı cavablandırmaq. Baxın, bu adi bir vəziyyətdir də, yəni qısa təqdimat hazırlayıb izah edirsiniz. Bu onsuz da olacaq bir şeydir. Bizə lazımdır ki, daha səriştəli bir şey olsun. Məsələn, ikinci fikir oxusaz, görərsiniz ki, bu daha dolğun bir şeydir. Şagirdləri qruplara bölürük və fərqli iqlim zonalarına dair araşdırma etmələrini tapşırırıq və nəticədə hansı bölgələrdə belə hallar müşahidə olunduğunu təhlil etmək. Görün, bu situasiya özündə nə qədər bacarıq birləşdirdi və biz sinfi qruplara bölürük, araşdırma işi veririk. Bax, bu görürük ki, səviyyə fərqi ilə daha üstündür. 2-ni götürürük. 3-də şagirdlərə bu suala öz cavablarını yazılı şəkildə yazmalarına və ev tapşırığı kimi təqdim etmək əlbəttə ki, ehtiyac yoxdur. Yəni yazılı şəkildə biz onlardan cavab alırıq və ev tapşırığı veririk. Çox qısa, konkret və o qədər də səriştəli bir şey deyil. 4-də sualları dərhal özünüz cavablandırıb dərsin planlaşdırılmış gedişinə davam eləmək. Sualı birbaşa cavablamaq ümumiyyətlə interaktiv təlimdə düzgün qarşılanmayan bir şeydir. Yəni biz bunu ancaq nə edə bilərik? Dərsin bitməsinə çox az bir müddət qalıbsa, məcbur özümüz cavablayıb bir izah veririk. Amma bizim kifayət qədər vaxtımız varsa, biz sinifdə müzakirə yarada bilərik bunun haqqında. Biz sualı birbaşa özümüz cavablamarıq. 5-də isə şagirdlərə real baş vermiş iqlim hadisələri ilə bağlı xəbərləri təqdim etmək və müzakirə apararaq onların səbəblərini birgə araşdırmaq. Baxın, 5-ci fikirdə ən azı 2-də yazılan fikir qədər daha dolğun, daha səriştəli bir şeydir. Baxın, biz nə edirik? Xəbərlər təqdim edirik, müzakirə yaradırıq, səbəblərini birgə araşdırırıq. Özündə çox səriştə birləşdirdi, çox bacarıq birləşdirdi. Ona görə 2 ilə 5 bizim burada ən uyğun cavabımızdır. Y variantını cavab kimi götürürük. Beləliklə, ikinci suala gəldik. Siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayılan bir şagird müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqları da yerinə yetirmir. Sakit və qapalı davranışları sinifdə diqqətdən yayınsa da, siz bu vəziyyətin davamlılığın onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz. Bu vəziyyətdə necə davranmaq daha effektiv ola bilər? Bax, bu sualda da belədir müəllimlər. Digər variantlar bəlkə sizə məntiqli gələ bilər. Amma biz ən effektivini axtarırıq. Biri var ki, 20% təsir eləsin düzgün. Biri də var ki, 90%, 95%. Bax, həmin o cavabı axtarırıq biz. Şagirdə ciddi xəbərdarlıq edərək tapşırıqların yerinə yetirmədiyi üçün qiymətləndirməyə təsir edəcəyini bildirirsiniz. Ciddi xəbərdarlıq. Bunun ənənəvi metoddan o qədər də bir fərqi olmadı. Problemi məktəb rəhbərliyinə və psixoloqa yönəldin, çünki bu vəziyyət sizin səlahiyyətinizdən kənardır. Düzdür ki, biz rəhbərliklə, psixoloqla əməkdaşlıq eləməliyik. Amma şagirdlə aramda mənim bu düzəldə biləcəyim bir məsələdir. Bizim səlahiyyətimizdən kənarda deyil axı. C bəndi, digər şagirdlərə nümunə göstərərək onun passivliyinə diqqət çəkmək və onda fəallıq göstərməsini tövsiyə etmək.
Digər şagirdləri nümunə gətirmək də düzgün qarşılanan bir strategiya deyil. Şagirdlə fərdi söhbət apararaq davranışların səbəbini anlamağa çalışmaq, dəstəyə ehtiyacı olub-olmadığını müəyyən etmək. Bəli, baxın, bu variant hamısından fərqləndir. Ən yaxşısı həqiqətən də bu deyilmi? Fərdi şəkildə danışaram, dialoqa girərəm, səbəbini maraqlanaram və edə biləcəyim dəstək varsa mütləq bunu mən eləyərəm. Y bəndi sinifdə iştirakını artırmaq üçün əlavə tapşırıqlar vermək və məsuliyyət hissini artırmaq. Onsuz da tapşırıqları eləmir bu şagird. Yəni, yalnız D bəndidir ki, burada effektiv bir nəticə əldə ala bilərsən. Üçüncü sualımıza gəldik. Sual biraz böyüdür deyə şərti ayrı, cavabları ayrı təqdim etmək istəyirəm. Deyir ki, məqlim iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunun tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesə təsirini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Mövzunu daha yaxşı mənimsənilməsi üçün müəllim dərs planında dəyişiklik edərək, şagirdlərin fəal iştirakına əsaslanan yanaşma tətbiq etmək qərarına gəlir. Aşağıdakı yanaşmalardan hansını tətbiq etmək, şagirdlərin inteqrativ yanaşmasını və mövzunun mahiyyətini öyrənməsini ən yaxşı şəkildə təmin edə bilər. Baxın, məqsəd cəhətdən bizdən nə istəyirsə biz ona yönəlməliyik. Məqsəd odur ki, şagirdlərdə inteqrativ yanaşma olmalıdır, bir də mövzunun mahiyyəti öyrənilməlidir, anlaşılmalıdır. Baxırıq A bəndinə. Müəllim hər bir şagirdə iqlim dəyişməsinin bir səbəbini, bir də bir nəticəsini tapşırır. Onların bu iki anlayışı fərqləndirib sinif qarşısında təqdim etmələrini istənir. Bəlkə indi fərqləndirərik, amma yenə deyirəm, inteqrativ yanaşma yoxdur axı burada elə də. Üstəgəldə mövzunun dərindən öyrənilməsi yoxdur. Bir dənə səbəb var, bir dənə nəticə var. A bəndi effektiv deyil. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsirlə bağlı real statistik məlumatlar təqdim edir. Şagirdlər bu məlumatlar arasında əlaqə qurmalı və təqdimat hazırlamalıdır. Bax, budur. Yəni, 2 dənə mən mövzuda, anlayışda əlaqə yaratmaq demişəm. Baxın, inteqrativlik buradadır. Təqdimat hazırlamaq, bu da ki, şagirdlər üçün elə bir tapşırıqdır ki, mütləq şagirdlər bunu anlamaqdan keçib bunu tətbiq edirlər və mövzunun mahiyyətini anlayırlar. Çünki əlaqə qurublar iqlim siyasəti ilə ətraf mühitə təsir arasında. Ən effektiv cavab budur elə. B variantı. Yuxarıda nə işarə eləmişdim? Baxın, nə istəmişdi? İnteqrativ yanaşma ilə mahiyyətin öyrənilməsi. B bəndində biz buna nail ola bilirik. C bəndi. Müəllim şagirdləri iqlim dəyişməsi ilə bağlı bir sənədli film izlədib, sonra onlardan filmdəki faktları xronoloji ardıcıllıqla sadalamağı xahiş edir. Müəllimlər, ardıcıllıq sadalamaq, bu hafizədir, bu yaddaşdır. Bu öyrənməyə o qədər də kömək deyil axı. Yəni, anlamağa, əlaqələndirməyə bizim üçün yetəri qədər burada bir şey yoxdur. Deməli, müəllim dərslikdən parçanı oxuyur, sonra fərdi iş vərəqləri paylayır və hər şagirddən qısa test cavabları yazmaq istəyir. Qısa test cavabı, nə inteqrasiya var, nə əlaqələndirmə var, nə də dərindən öyrənmə. Y bəndi, müəllim fərqli regionlara dair hava şəraiti qrafiklərini verir və şagirdlərdən bu regionlarda iqlim dəyişməsinin olub-olmadığını qrafika əsaslanaraq müəyyən etmələrini istəyir. Müəllimlər, sadəcə nəticəmiz budur. İqlim dəyişikliyi var, yoxsa yoxdur. Yəni, o qədər də inteqrasiya yoxdur burada, dərindən öyrənilmə yoxdur. Gördüyünüz kimi, ən ideal cavabımız B variantında bizə verildi. Gəldik 4-cü sualımıza. Aşağıdakı fikirlərdən hansılar pedaqoji baxımdan doğrudur? Doğru sözünü işarə edirik ki, sualın axırına çatanda yadımızdan çıxmasın. Müəllimin dərsə əvvəlcədən hazırladığı açıq suallar şagirdlərdə təlim zamanı yeni sualların yaranmasına səbəb olursa, bu dərsdə öyrənmə prosesi baş verir. Doğru fikirdir də, yəni müəllim sualları mümkün qədər planlı şəkildə hazırlayıb gətirir və bilirsiniz ki, açıq suallar şagirdi düşünməyə, şagirdi deyək də, fikir bildirməyə, onun haqqında dərindən düşünüb, təşəbbüs irəli sürməyə sövq edən bir tapşırıqdır. Ona görə burada yeni suallar yaranır, öyrənmə prosesi baş verir. Bir doğrudur. Harda bir yoxdursa onları cavabdan atırıq. C və Y bəndləri getdi. Bütün şagirdlərin eyni tapşırığı eyni vaxtda və eyni üsulla yerinə yetirməsi ədalətli və effektiv tədris üçün əsasdır. Müəllimlər, interaktiv təlimdə də biz bu haqda çox danışmışıq. Yəni, diferensial dediyimiz mühitdə
eyni, dəyişmə, sabit sözlərinə icazə yox idi. Eyni üsulla yerinə yetirirsə bu necə ədalətli ola bilər? 2 səhvdir. Harda 2 varsa onu da cavabdan atırsınız. Əgər şagirdin cavabı düzgün olmasa da, onun düşünmə prosesi müəllim tərəfindən qiymətləndirilir və nəzərə alınır. Bax, bu doğru fikirdir, bəli, 3-ü götürürsünüz. Çünki müəllimlər, biz bunu fasilitasiyada da demişik, biz bunu sual-cavab prosesində də demişik ki, həmin mövzulara diqqət eləsəniz, dedi ki, şərt deyil ki, şagird yəni bizə düzgün cavab verir, yoxsa yox. Əsas odur, bir təşəbbüs irəli sürür, əsas odur ki, fikir bildirir də, yəni biz bunu müzakirə eləyə bilərik. Səhvi səhvdir deyib kənara atmaq olmaz ki, düzdür. Ona görə səhv cavab versə belə, onun fikrini dəyərləndirmək lazımdır. 4-də yalnız test nəticələri ilə şagirdin idraki inkişafını və təfəkkür bacarığını müəyyən etmək, özü də yalnız test nəticələri ilə. Olmaz da, yəni yalnız bu üsuldan olmur. Və müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə, bu səhvləri birlikdə müzakirə edirsə, şagirdlərdə daha dərindən öyrənmə baş verir. Doğrudur. Yəni səhv etməkdən şagirdlər qorxmamalıdırlar. Baxın, ən ideal öyrənmə səhvimiz üzərində öyrəndiyimizdir müəllimlər. 1, 3, 5 düzgün cavabımız olur burada da B variantında. 5-ci sual baxırıq. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çoxusu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Müəllimlər, situasiyadan biz artıq başa düşürük ki, burada səhvlik var. Ona görə cavabda səhv olanı biz götürməliyik ki, yəni bu fikri səhv çıxartsın. Çünki burada biz açıq-açıq görürük ki, inkişaf yönlü pedaqoji tələbi də pozulur. Onun açar məqamı kimi mən nə söyləmişdim izahlarda sizə? Şagird nailiyyətlərinin təhlil olunması, nəticələrin təhlili inkişaf yönlüydədir. Əgər bir çətinlik, aşağı nəticə varsa, yenidən planlamalıdır. Planlamada dəyişiklik eləməlisən, bir tədbir görməlisən ki, bu çətinlik aradan qalxsın. Ona görə A bəndi bu qərar doğrudur deyirsə, avtomatik səhvdir bu. Gəlin əsaslandırmasına da baxaq hər ehtimal. Deyir, summativ qiymətləndirmə nəticələrindən sonra dərhal yeni mövzuya keçmək illik planlaşmaya uyğundur. Xeyr müəllimlər, əgər o summativin nəticəsi belə zəif çıxıbsa, deməli biz məzmun standartlarını kifayət dərəcədə mənimsədə bilməmişik. B bəndi, nəticələr zəif olsa da, summativ qiymətləndirmə nəticələri yalnız rəsmi sənədləşdirmək üçün nəzərdə tutulub deyə, müəllim qərarında haqlıdır, amma haqlı deyil. Yenə deyirəm, bəs bu summativ sənədləşməsi tutaq ki, nəyə görə lazımdır? Bu günə qədər keçilənlərin keyfiyyətini göstərəcəkdir o mənə. C bəndi, müəllimin qərarı yanlışdır. Çünki summativ qiymətləndirmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir və bu zəif nəticələr əlavə dəstək, korreksiya tədbirləri tələb edir. Bəli, bizə lazım olan cavab bax budur, özüdür. Çünki müəllimin qərarı həqiqətən də yanlış idi. Summativdən çıxan nəticə ilə biz həqiqətən də keyfiyyəti ölçdük ki, məzmun standartlarına nə dərəcədə mənimsənilmişik biz və əlavə tədbirlər, dəstəklər, korreksiya tədbirləri, inkişaf yönlüyə yönələn tədbirlər. Müəllimin yanaşması düzgündür deyir, summativ keçmiş nailiyyəti ölçür, bu isə gələcək tədrisə təsir etməməlidir deyir. Müəllimlər, baxın, summativ son nəticəni ölçsə də, o gələcəyə təsir etmir demək deyil. Məsələ summativdən çıxan o çatışmazlıqların üzərində işləyərək biz gələn dəfəyə inkişafla gedirik də. Və Y bəndi, müəllim qərarında haqlıdır deyir, elə bu da bəri başdan səhv götürülür. Çünki bu qərar haqlı ola bilməz. 5-də cavab olur C bəndi. 6-cı sualımız nisbətən qısa sualdır və dəfələrlə sınaqlarımızda belə suallar rast gəlmişsiniz. Aşağıdakı situasiyalardan hansında interaktiv təlim prinsipləri pozulmuş hesab olunur, səhv hesab olunur? Şagirdlər birgə müzakirə edərək problemə müxtəlif yanaşmalar irəli sürürlər. Bəli, interaktiv dediyimiz təlimdə birgə iş var, müzakirə var, müxtəlif yanaşmalar var. Əla, A bəndi doğru. Müəllim şagirdlərin fikrinə əsaslanaraq dərsi planlaşdırır. Deməli, müəllim şagird yönümlüdür, şagirdlərin fikrini nəzərə alır. Şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyirlər. Mühazirə tipli dərsdir də, belə baxanda. Yəni, ancaq dinləmək səmərəsizdir müəllimlər. Və yalnız informasiya mənbəyi müəllim deyil. İnteraktiv təlimdə bu fikirlər səhv dalmışsa, C bəndini götürün.
Ümumiyyətlə, bunu bir ipucu kimi vermişəm bir çox sınağımızda. Baxın, həmişə sözü, yalnız sözü, dəyişməz, sabit sözü, eyni sözü. Bu 5 sözdən ehtiyatlı olun biraz. Bunlar interaktiv təlimdə, ümumiyyətlə, kurikulum metodikasında çox vaxt problemli sözlərdir. Həmişə demirəm, çox vaxt səhv cavab elə onlar çıxır. Deyəbəndi, təlim prosesində qrup işi varsa, fikir mübadiləsi varsa, interaktivdir və müəllim öyrənməni təşviq edən suallar vasitəsilə təfəkkür stimullaşdırırsa, bu da interaktiv təlimin ən başlıca tələblərindən biridir müəllimlər. 7-ci sual. İqlim dəyişikliklərin kənd təsərrüfatına təsiri mövzusunda verilmiş 2 mütəxəssis fikrini oxuyun. Hər iki mütəxəssisin fikirlərini və onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Sizcə, hansı mütəxəssis daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib? Mütəxəssislərin fikirlərində hansı coğrafi məlumatlara və sübutlara əsaslanılıb? Tapşırıq şagirddə Bloom taksonomiyasının hansı mərhələsini və təfəkkürün hansı növünü inkişaf etdirir? Müəllimlər, bax bu boyda sualda bir dənə sizcə sözü var deyə, müəllimlərdən bəziləri tez dəyərləndirmək düşünürlər. Amma belə deyil. Situasiyanın özünə baxın mütləq. Biz dəfələrlə sınaqlarda belə sual sizə təqdim eləmişik. Baxın nə deyir? 2 mütəxəssisin fikrindən daha əsaslı olan, daha inandırıcını axtarırsansa və sən bunu faktla, sübutla əsaslandıracaqsansa, yəni bu mənim fikrim deyil də, oradan əldə elədiyim nəticədən söhbət gedir. Mütləq cavab təhlil olmalıdır. Təhlildə mən bir açar məqam demişdim ki, çoxluğun arasından bir şeyi seçib götürmək. Baxın, həqiqətən də burada 2 dənə və yaxud bir neçə dənə arqument var. Daha əsaslı olanı axtarıramsa, təhlil edib buna nail ola bilərəm. Yaxşı, təhlil C-də də var, Y bəndində də var. Birində tənqidi təfəkkür verilir, birində məntiqi. Siz bilirsiniz ki, təhlil etmək elə yuxarı təfəkkür səviyyəsinə aid olan bir bacarıqdır, amma məntiqi təfəkkür aşağı təfəkkür səviyyəsi hesab olunur. Yəni, bizim bu cür arqumentlərlə, fikirlərlə işləməyimiz bizim tənqidi təfəkkürlü olduğumuzu göstərər. Həm də bu seçimi daha səmərəli olanı düşünürsənsə, tənqidi düşünürsən deməkdir. Cavab olur C variantı. 8-ci suala gəlirik. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdırlar. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlılığına əsaslandırmalıdır. Söhbət hansı inteqrasiyadan gedir? Diqqətlə məni dinləyin. Bu sualın cavabı C bəndi götürülüb, yalnız fənlər arası, amma mən razı deyiləm. İndi şəxsi izahatımı verəcəm sizə. Müəllimlər, baxın, iqlim qurşaqlarından söhbət gedir. Düzdür? Daha sonra yaşayış məskəni layihəsi var, ekologiya var, 3D modelləşdirmə var, təqdimat var. Burada fənlər arası bəli 100% var. 3D modelləşdirmə sözündən ən azı bundan görürsünüz. Amma layihə də var axı. Yəni həm layihə sözü var, həm də fənüstü inteqrasiyanın bir özəlliyini demişdimsə, o həyatda tətbiq edə biləcəyin bir tapşırıqdır. Yəni onu sən həyatda icra edirsən, tətbiqi xarakterlidir. Ona görə burada fənüstü də var. Şagird o öyrəndiyini, o araşdırmanı layihə üzrə hazırlayır və burada 3D modelləşdirmə də var. Fən üstü və fənlər arası inteqrasiya. Bu mənim fikrimdir, cavab D bəndə olacaq. Amma yenə də sonra yəqin ki, sizə izahat verərlər vaxtda ki, bu sualın cavabı nə olmalıydı, səhv varsa düzəldilər. 9-da şagird səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mənbədə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınması yolları göstərilir. Biz də bu mətnə əsaslanaraq səhralaşma probleminin əsas səbəblərini və vurduğu zərərləri müəyyən edirik. Mətnə əsasən fikrimizin əsaslandırılması üçün ən azı 2 arqument gətiririk. Müəllimlər, yenə burada fikir və s. dəyərləndirmə mərhələsinə yönələ bilərsiniz, amma sualı oxuyanda da buranı vurğuladım, gördünüz. Əsas səbəbini araşdırıram. Bir çox səbəb verilib o mətndə. Əsas olanı istəyir məndən, özdə arqumentlə. Yəni, mən bunu öz şəxsi subyektiv düşüncəmə görə seçmirəm, o mətnə görə seçirəm. Gərək neyim, təhlil eləyim, analiz eləyim.
Təhlil etməkdə bir dənə Y bəndində var və fikir verin ki, burada analitik təfəkkür yazılıb. Bu tipli suallara çox rast gəlməmisiniz, bəli. Amma mən demişdim, bir mətni parçalamaq, hissələrə ayırmaq, analiz, təhlil eləmək bizim elə analitik təfəkkürümüzdür. Cavab Y bəndi. Və sınağın sonuncu sualına gəldik. Deyir ki, məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara və musiqi effektlərinə yer verilməsini təklif etsə də, siz isə təqdimatda faktlara, statistikaya və real nümunələrə əsaslanmağı istəyirsiniz. Deməli, fikir ayrılığı var və komanda üzvünüz öz təklifində israrlıdır. Siz neynəsəz, ünsiyyət bacarığını ən yüksək səviyyədə nümayiş etdirərsiniz. Yəni deyirəm, bəzi cavablar burada sizə məntiqli gələ bilər, amma bizə bunun ən yüksək halı, ən düzgün qərarı lazımdır. A bəndi deyir ki, onun təklifini rədd edir. Deyir ki, mən rəhbərəm, təqdimat da mənim fikrimdə olmalıdır, səhvdir məndən. Nə olsun rəhbərəm? Rəhbərəmsə əksinə daha ədalətli olmalıyam ki, hər kəsin istədiyini reallaşdıram. B bəndi isə bəli, bizə lazım olan cavabın özüdür. Müzakirə aparılır, hər iki yanaşmanı birləşdirməyə çalışırıq. Təqdimatın müxtəlif hissələrində fərqli üslublardan istifadə edirik. Bəli, bərabərlik yarandı da burada. Gördünüz, nə mən deyən oldu, nə o deyən oldu. İkisi də oldu əslində. Bəli, bax bu üsullarla bərabərliyi təmin etmək mümkündür. C bəndi, onun fikri mənimkindən zəifdir deyə hamını da ona qarşı çıxmağa təşviq edirəm. Ümumiyyətlə səhv davranış. Onunla razılaşıram çünki qalmaqal istəmirəm, səhv davranış. Və mən məsələni müəllimə çatdırıram ki, məsuliyyət mənlik olmasın. Bax görürsünüz, hamısında belə kasadlıq var, darlıq var. Amma B bəndi geniş bir problem həllinə səbəb olub. Belə müəllimlər, əgər hər hansısa bir sual başa düşmədinizsə, videonun rəy bölməsində qeyd edin. Mütləq videomuzu bəyənin, paylaşın, sertifikasiya hazırlaşan müəllimlərimizə dəstək olaq. Mütləq əlavə izahlar yenə olacaq imtahana qədər və siz digər ixtisaslara aid olan metodika suallarını da görmək istəyirsinizsə, kanalımıza abunə olun. Gün ərzində mən digər ixtisaslara da aid olan metodika suallarını sizə izah edəcəm. Sağ olun, növbəti video izahda görüşənədək.